Hər vaxtınız xeyirli olsun. Bəli, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə davam edir. Hazırki məhkəmə istintaqında zərərçəkənlər ifadə verirlər. 1-ci Qarabağ müharibəsi zamanı törədilmiş çoxsaylı cinayət hadisələri məhkəmə prosesində araşdırılır. 1988-1992-ci illərdə baş verən cinayət hadisələri Ermənistanın hərbi təcavüzü nəticəsində hansı ki törədilmiş cinayət hadisələridir. Zərərçəkənlər Xankəndi, Xocalı, Kərkicahan, Şuşa və digər ərazilərin sakinləridir. Onlar məhkəmədə ifadələrində hansı şəraitdə təqib və təzyiqlə qarşılaşdıqları, necə ev eşiklərindən didərgin düşdükləri, əzizlərini necə itirdiklərini, necə yaralandıqları barədə məhkəmədə ifadə verirlər. Bütün bu epizodlar üzrə dövlət ittihamçıları təqsirləndirilən şəxslərə çoxsaylı suallar ünvanlayırlar. Həmin təqsirləndirilən şəxslər də öz ifadələrində Ermənistanın 35 il ərzində Azərbaycana qarşı apardığı bu təcavüzkar müharibə nəticəsində törədilmiş çoxsaylı cinayət faktlarını ifadələrində etiraf edirlər, təsdiqləyirlər. Məhkəmə prosesində həmçinin həmin vaxtı hadisə yerindən protokolları, video materiallar, çəkilmiş video materiallar, foto materiallar da nümayiş olunur, tədqiq olunur. Bununla bağlı araşdırmalar aparılır. Məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslərin hər biri 2 müdafiəçi, eyni zamanda zərərçəkənlər də müdafiəçilərlə, vəkillərlə, onların varisləri də vəkillərlə təmin olunublar. Məhkəmə prosesində həmçinin təqsirləndirilən şəxslərə onların öz istəyinə uyğun rus və erməni dilində tərcüməçilər ayrılıb. Bizim bugünkü iclasla bağlı xəbərlərin növbəti buraxılışında daha geniş şəkildə xüsusi reportajımız olacaq deyərək sözü yenidən mərkəzə, studiyaya ötürürük.